Bees on the table, bees on the table, bees on the table, bees on the table. Spent months in the corner, just me and my bag. I'm used to this, I'm numb to that. I know I just gotta adapt. Hey, let's wait on your Spotify rap. The messages you about to send on the 16, please don't hit send on none of that. Hal-hazırda Estoniyadayam. Onu da bilirsiniz, mənə əgər Instagramdan izləyirsinizsə, paylaşırdım. Deməli, çox böyük xəbər var. Neçə vaxtı sizlərə deyirəm ki, böyük xəbər var, böyük xəbər var. Mənə deyirsiniz ki, Rəşad, nə xəbərdir bu? Qısaca ondan istəyirəm danışım. Mənim üçün də çox böyük bir gündür bugün. Rəşad, sən harada yaşayırsan? Gah Estoniyadasan, gah İspaniyadasan, gah İndoneziyadasan. Həqiqətən mən də hal-hazırda harada yaşayıram bilmirəm. Yəni, işiniz onlayndirsə, inanın ki, hər yerə gedə bilirsiniz. Bu dəqiqə mən hər yerdə yaşaya bilərəm. İstəsəm Cənubi Afrikaya gedərəm, istəsəm Meksikaya gedərəm, istəsəm Amerikaya gedərəm, istəsəm İngiltərəyə gedərəm. Hər yerdə də Airbnb. Onsuz mənə bir dənə kompüterim lazımdır, əsas işlərimi görmək üçün. Yəni, deyirsiniz, Rəşad, necə pul qazanırsan? Yəni, mənim üçün bir dənə kompüterə ehtiyacım var. Hara gedirəm, kompüterimi aparam, bu, mənim bütün həyatım elə bilin ki, budur. Yəni, başqa mənə heç nəyə ehtiyac yoxdur. Aparam bunu, işimi hər yerdən görə bilirəm. 2026-cı ilin gözəlliyi budur onsuz. Əgər onlayn işiniz varsa, bundan daha yaxşı bir fürsət yoxdur. Ürəyiniz hara istəyir gedin. Və mən son dəfə Barcelonada olanda Dodge Challenger maşınımı bilirsiniz. Canım ay Dodge Challenger. Onu göndərdim Estoniyaya avtovozla. Gəldi, çıxdı bura. Bir çox insan elə bilirdi ki, maşın gəldi bura, bəs nəyə görə gəldi? Elə bilirdiniz ki, yəni təzədən maşını göndərəcəm İspaniyaya. Və mən isə neynədim? Gözlənilməyən bir şey, yeni bir maşın aldım. Başlıqda da gördüyünüz kimi. Nə maşındır? Gedib görəcəyik. Yəni, qısaca hal-hazırda mənim üçün bu çox normal bir şeydir. Bir də bəzi insanlar görəm, əsas da gənc yaşda uğur qazanırsınızsa, elə başa düşürlər ki, yəni, bu mümkün olmayan bir şeydir. Amma bu sadəcə Azərbaycan reallığında belədir. Yəni, xarici gənclər bu dəqiqə Amerikada yaşayan insanlar, fərqli dünya ölkələrində yaşayan insanlar çox böyük uğurlara sahibdir, əsas da gənc yaşda. Yəni, 20'li yaşlarda milyoner görmə ehtimalınız xaricdə çox normal bir şeydir. Sadəcə bizdə cəmiyyətdə elə insanları fikrini formalaşdırıblar ki, sənin 23 yaşın varsa, sən oturub ancaq işləməlisən. Doğrudur, lakin doğru bir işdə işləməlisən ki, uğura çatasan. Ondan sonra bəs evlənəcəksən, sonra da davamını olar bilinmir. Yəni, çünki heç kim heç nə bilmir. Qısaca bəzi insanlar, məsələn, görürəm ki, valideynlərindən məsləhət alırlar. Düzdür, valideynlər bizim həyatımızda ən yaxşısını istəsə də, söhbət əgər onlayn işdən gedirsə, inanın ki, onların da çox böyük bir fikri yoxdur. O baxımdan əgər özünüz onlayn bir iş görmək istəyirsinizsə, elə insandan məsləhət alın ki, bu insan sizinlə eyni yaş aralığında olsun və bu işi yaxşı görən insan olsun. Bundan əlavə hal-hazırda Estoniyadayam. İdeal bir temperatur var. Özümə həmişəki kimi, bilirsiniz, rejimim eynidir. Balidə də olsam, harda olum fərqi yoxdur. Həmişə bir dənə özümə kofe sifariş edirəm. İndi gedib bugün maşınımı görəcəm. Bir dəfə görmüşəm maşını, tam səmimi olum. Amma maşını sürməmişəm küçədə, dealershipdədir. Gedib ilk dəfə götürəcəm, ilk dəfə nömrə taxacam, ilk dəfə Estoniya küçələrində, Tallinn küçələrində maşınım sürüləcək. Böyük bir mənim üçün uğurdur. Yəni, bu anı gözləyirdim, neçə aydır ki, gəlsin, çıxsın. Yəni, avqust ayı olsun ki, mən maşınıma çatım, maşınımı görüm, gedim, sürüm. Bu mənim üçün böyük bir uğurdur. Qısaca sizə onu çatdırmaq istəyirəm ki, bəzi insanlar elə başa düşür ki, yəni mən belə deyim, bunu açıq deyim, tam səmimi olacam sizlə. Mən ümumiyyətlə bütün videolarda səmimi olmuşam. Yəni, mən öz həyatımı paylaşıram sadəcə. Bir çox insan mənə deyir ki, Rəşad, sənin ailən sənə maddi dəstək olur, bəs deyək ki, maşın almışam, o alır. Yəni, kaş elə olardı. Elə fikirləşməyin ki, mən maşın alıram, mənə evdən pul göndərirlər ki, ged maşın al, bəs ged 200 min dollarlıq maşın alacaqsan, Rəşad, ged al, elə bir şey yoxdur. Və mənim ailəm çox varlı bir ailə olsa, mən heç vaxt Estoniyaya gəlməzdim, gedərdim İngiltərədə oxuyardım. Şəxsən mən Estoniyadan bilirsiniz, təqaüd qazanmışam. Mən Estoniyadan pulsuz təhsil haqqım olmasaydı, pulsuz ödənişlə oxumasaydım, mən heç vaxt Avropaya gələ bilməzdim, xaricdə təhsil ala bilməzdim. Mənim xaricdə təhsil almağımın tək səbəbi təqaüd qazanmağım idi. Yəni, indiki gəncləri görürəm, məsələn, gedirlər İngiltərədə illik 30-40 min pound universitet ödəniş edirlər. Yəni, onların təbii ki, əgər eləyə bilirlərsə, onların öz həyatıdır. Heç kimin həyatına qarışmaq olmaz. Amma mənim heç vaxt belə bir fürsətim olmayıb. Yəni, mənim təqaüd qazanmaq tək şansım idi. O videonu da gəlib izləyə bilərsiniz. Bundan
4 il əvvəl çəkmişdim. Yəni həmin vaxtlar mən illik universitetin ödənişini ödəmək üçün sırf təqaüd qazanım deyə gecə-gündüz dərs oxuyurdum. Yəni elədiyim başqa bir şey yox idi. Və Estoniyaya gələndə də ilk gəldiyim gündən bununla da bağlı video çəkəcəm ki, nə işlərlə məşğul idim. Amma gəldiyim gündən bəri də işləyirəm. Hər şeyi də göstərmirəm, amma bu o demək deyil ki, fikirləşirsiniz ki, Rəşad, bəs oturmusan, ailən sənə kömək edir. Yəni elə də olsa açıq sizə deyərəm ki, ailəm kömək edir. Yəni nəticədə mənim ailəmdir. İstəsə eləyər, amma şəxsən elə bir şey yoxdur. İndi qəmginləşirəm bir baxımlıda. Hər nəsə, bugün çox böyük bir gündür mənim həyatımda. Yəni mənim kimi hal-hazırda eyni yaş aralığında olan çoxlu gənc var bu videonu izləyən. Əminəm ki, sizin də bu çox böyük xəyalınızdır ki, öz arzunuzda olan maşını alasınız. İnşallah sizə daha yaxşıları qismət olar və olacaq da. Yəni dediyim kimi, bu mənim üçün böyük bir uğurdur. Bunu deməklə də bir yerdə mən əminəm ki, siz əgər düzgün enerji dalğasındasınızsa, düzgün enerji səviyyəsindəsinizsə, istədiyiniz hər şeyi həyatda əldə eləyə bilərsiniz. Sizə onu çatdırmaq istəyirəm ki, burada həyatda nə istəyirsinizsə, bu alınan söhbətdir. Hər şey alınan söhbətdir. Kimsə sizə deyir ki, alınmır, buna heç vaxt qulaq asmayın. Mənə də şəxsən deyirdilər ki, alınmaz, olmaz, realistik ol. Mən realistik qətiyyən ola bilmərəm. Realistik olsam, hal-hazırda bu videonu çəkə də bilməzdim. Realistik olsam, heç vaxt Estoniyadan gedib təqaüd də qazana bilməzdim. Realistik olsam, heç vaxt bu yaşımda, indiyə kimi gəzdiyim heç bir ölkəni də gəzə bilməzdim. Realistik olsam, heç vaxt indi alacağım maşını da ala bilməzdim. Mən həyatda heç vaxt realistik olmaq istəməmişəm. Həmişə sizə demişəm ki, əgər arzularınız varsa, o arzularınıza çata bilərsiniz. Xəyallarınız varsa, istəkləriniz varsa, dayanmadan çabalasanız, o arzu istəklərinizə çata bilərsiniz. Ümumiyyətlə, həmişə sizə çatdırmışam ki, xəyalpərəst olmaq lazımdır. Əgər bizim beynimizdə biz xəyal qura biliriksə, beynimizdə canlı şəkildə nəyisə canlandıra biliriksə, olmayan bir şeyi canlandıra biliriksə, deməli bunu biz o enerji dalğasını real həyata da çevirə bilərik. Günün sonunda hal-hazırda sizin ən yaxşı versiyanız bu kainatda hardasa yaşayır. Eyni sizin bu dəqiqə yaşadığınız vaxt, o da sizin ən yaxşı versiyanızdır. Bu kosmosda yaşayır və sizin ən pis versiyanız da yaşayır. Qısaca, siz enerji dalğanızı ya aşağı, ya yuxarı çəkərək həmin ən yaxşı versiyanız da ola bilərsiniz, ən pis versiyanız da ola bilərsiniz. Bu qısaca sizin perspektivinizdən asılıdır. Perspektivinizi dəyişsəniz, istədiyiniz həyatda ən yaxşı mövqeyə gəlib çata bilərsiniz. Amma öz perspektivi özünə görədir. Mən necə görürəmsə, siz fərqli görə bilərsiniz. Yəni günün sonunda onu izah eləməyə çalışıram ki, əgər həyatda uğurlu olmaq istəyirsinizsə, ola bilərsiniz. Deyirsiniz ki, Rəşad, bəs İspaniyaya gedəcəksən. Hal-hazırda mənim üçün onu eləmək çox asandır. Əvvəllər çətin idi. Yəni istəsəm bir saniyəyə təyyarə biletimi alıram, maşını da göndərirəm, artıq İspaniyadayam. Yəni siz də özünüzə onlayn bir biznes yaratsanız, istədiyinizi həyatda eləyə bilərsiniz. Bu real söhbətdir. Hal-hazırda mənim çoxlu tanışlarım var, onlayn bizneslə məşğuldur. Bu alınan söhbətdir. Mənim özüm həm kiber təhlükəsizliklə məşğulam, həm onlayn bizneslə məşğulam və alınan söhbətdir. Günü bugün elə gənclər tanıyıram Azərbaycandan xaricdən, 20-li yaşlarında, bəlkə də yəni cəmiyyətimizdə 40-50 yaşında uğurlu deyib gəzən insanlardan 50-100 qat daha çox pul qazanır. Söhbət pul qazanmaqdan getmir, amma günün sonunda pul bir enerjidir. Elə bir enerjidir ki, əgər siz həyatda uğur qazanırsınızsa, uğurlu olursunuzsa, hər şeyi düzgün eləyirsinizsə, o enerji gəlir sizə çatır. Yəni, avtomatik sizin həm də pulunuz olur. Həm uğurlu olursunuz, həm də pulunuz olur. Qısaca bunu deməklə də bir yerdə buradan yavaş-yavaş gedəcək indi dealershipə. Qısaca kompüterimi də götürüm. Yavaş-yavaş gedək. Çox həyəcanlıyam. Yəni üzərindən heç bir il keçməyib, artıq Dodge Challenger'dan daha da yaxşı, yəni bəlkə də 10 qat daha yaxşı bir maşındır. Qısaca görmüşsünüz yəqin Instagramda paylaşmışam çoxlu şəkillər. Gedək yavaş-yavaş. Çoxunuz da bu videonu gözləyirdiniz ki, Rəşad maşını göstər. O baxımdan mən də çox həyəcanlıyam. Yəni fikirləşin ki, mənim sadəcə 23 yaşım var. Burada da maşınları görürsünüz. M3 var, Taycan var. Taycan bizlik deyil. Burada məsələn R8 var. R8 də fikirləşirdim ki, R8 də ola bilər, amma R8 deyil. R8-dən daha yaxşıdır. Deməli, həqiqətən mənim üçün xəyal günlərdən biridir. İndi sizə maşını göstərəcəm, oradadır. Bayaqdan da gidib bir neçə dənə şəkil çəkmişəm. Görmüşsünüz yəqin Instagramda paylaşmışam. Yəni elə bir maşındır ki, yəni bir çox insan yox həqiqətən. Yəni 50 yaşında bir insan da alsa, böyük bir uğur sayılır, həddindən böyük bir uğur. Yəni bu yaşda bunu almaq, yəni bəlkə də dünyada ehtimalla fikirləşsəm, yəni 0.001 ehtimaldır ki, bu yaşda kimsə bunu alsın və elə bir insan alsın ki, yəni xaricə özü köçüb, tək, heç bir kömək olmadan və gəlib burada, yəni tam olaraq, yəni belə emosional bir gün də açıq mənim üçün, çox belə
dramatik də olmaq istəmirəm ki, belə oldu, elə oldu. Bundan çox danışmaq olar. Qısaca istəyirəm maşını götürüm gedim, çünki çox gözləmişəm. Yəni təxmini bir 3 aydır ki, gözləyirəm ki, bu an gəlsin, çıxsın. Gəlin sizə qısaca içəri girək. Bilmirəm, ümumiyyətlə hal-hazırda videonu izləyirsiniz, bilirsiniz nə maşınıdır, bəlkə thumbnail-da var, bəlkə də qoymamışam, açığı mən də bilmirəm nəyi necə eləyəcəm, çünki günlərim elə keçir ki, yəni nəyi necə eləyirəm, hal-hazırda tam planlaşmayıb, idealdır. Adam götürüb birbaşa buradan, hal-hazırda bilirsiniz Estonyadayım, götürüb birbaşa gedəcəm İspaniyaya, sür üzü İspaniyaya, yəni ideal bir şeydir, həmişə xəyalım olub, həmişə ən böyük xəyallarımdan biridir. Göstərim qısaca buradan sizə maşını. Hal-hazırda tam görmürsünüz, bilmirsiniz nədir, nə deyil. Bilənlər bilir, çox belə deyim, niş bir maşın həvəskarısınızsa, yəni baxanda görsən hər gün nə maşındır. Amma göstərmədən əvvəl sizə burada olan fərqli maşınları da göstərmək istəyirəm. Yəni çox gözəl bir dealershipdir. Hamınıza daha da yaxşı maşınlar qismət olsun. Çox ideal maşınlar var. Yəni elə maşınlar var ki, hamının xəyalı olacaq maşınlardır. Yəni ürəyim əsir bu maşınlar haqqında danışmaq. Çünki mən həqiqətən çox böyük bir maşın həvəskarıyam özümdə. Amma elə maşın həvəskarıyam ki, yəni biraz eksotik maşınlar. Yəni xoşlayıram ki, heç kimdə olmayan bir şey məndə olsun. Yəni məndə də belə bir xasiyyət var deyim ki, pis bir xasiyyət. Qısaca indi birazdan maşına baxacağıq. Üstündən cover'ı götürəcəm, sizə göstərəcəm. Amma dediyim kimi, yəni bu əziyyətlər, əzab əziyyətlər çox paylaşmadığım hissələr olub həyatımda. Yəni günümün bütün günü işləməklə keçir kompüterin qabağında. Ancaq kompüterin qabağında son illərdirsə deyirəm ki, yəni ancaq işləyirəm. Nə vaxt baxırsınız, yəni məni kim görür? Ancaq yəni kompüterin qabağındayam. Ola bilsin əvvələ baxanda dostlarımın sayı da çox azalıb. Çünki yəni vaxt olmurdu insanlarla görüşməyə. Ümumiyyətlə özümü elə bir rejimə salmışdım ki, hal-hazırda da belədir. Yəni mənim üçün dəyişən bir şey yoxdur. Bəzi insanlar var ki, xəyal maşınını alır. Ondan sonra yəni adam bütün arzularından uzaqlaşır. Mənim üçün elə deyil. Yəni mən bunu almışam. Mən Dubayda Lamborghini videosunda da deyirdim ki, yəni bir vaxt görəcəksiniz ki, Lamborghini də alacağam. Qısaca hal-hazırda arxamda olan maşın, yəni aşağı-yuxarı Lamborghini ilə eyni səviyyəlidir. Günün sonunda yəni elə bir şeydir ki, mənim üçün böyük bir xəyal idi. Əgər hədəfiniz varsa, arzularınız varsa, dayanmadan çalışsanız, arzularınıza çata bilərsiniz. Mən əvvəllər fikirləşirdim ki, mənim əgər beynimdə bir arzu istəyi varsa, bəlkə də buna çatmayacağam. Amma sonradan öz düşüncə tərzimi belə dəyişdim ki, əgər mənim Allah beynimə bu fikir düşüncəni qoyubsa, demək ki, mənə də bir yol göstərəcək ki, o arzuya gedim çatım. Elə bir beynimi fikirləşəndən sonra, düşüncəmi elə dəyişəndən sonra həqiqətən, yəni belə fikirləşin ki, işləriniz də yaxşı olur, arzularınıza da gəlib çata bilirsiniz. Çünki əgər beyninizdə sizin bir istək varsa, bir arzu varsa, 100% yəni onu ora qoyan sizə bir yol da göstərəcək ki, o arzuya, o niyyətə gəlib necə çatmaq olar. Qısaca belə. Yavaş-yavaş keçək maşına. Göstərək maşını, qısaca nə maşındır. Ən yaxşısı nədir? Deməli, Instagrama şəkil qoyursan, insanlar yazır ki, bəs Rəşad nə maşındır, nədir, nə deyil, göstər bizə də. Yəni mənim üçün dediyim kimi ürəyim əsir bu dəqiqə, bilmirəm nə qədər dərəcədə görürsünüz, həyəcanlıyam. Yəni bu həyəcan onun həyəcanı deyil ki, spesifik olaraq bəzi insanlar bir şey alanda çox həyəcanlı olur ki, sanki bunun üçün uzun illər işləməyib. Bu həyəcan onun həyəcanıdır ki, yəni uzun gecələr, o belə bütün gün işləyirsən, bilmirsən ki, qaranlıq bir yoldur, bilmirsən nə olacaq. Dəqiq bir qarantiyası yoxdur həyatda heç nəyin. Amma günün sonunda əgər özünə güvənsən, əgər bilsən ki, arzu istəyivə çata biləcəksən, həyatda hər şey eləyə bilərsən. Yəni dediyim kimi bu hələ başlanğıcdır. Yəni hələ təzə-təzə deyim ki, sizə başlayıram. Əsas olaraq bu yola deyim. Yəni daha fərqli məndən maşınlar görə bilərsiniz. Hazırlıqlı olun. Yəni hər şey ola bilər. Antikimizi qoyaq. Həqiqi deyirəm, həmişə baxırdım o vaxt xarici videolara ki, bəs qaqam gedib 22 yaşında Lamborghini alır, 23 yaşında nəsə alır. Deyirdim ki, yəni mən də nə vaxtsa bunu eləyə biləcəm görəsən. Həqiqi deyirəm, yəni çox istəyəndə olur. Beyninizə bunu desəniz ki, bunu eləməlisiniz, özünüzə mütləq şəkildə desəniz ki, eləməlisiniz, bu alınacaq. Həyatdakı ən gözəl hisslərdən biridir ki, tam əziyyətimin qarşılığını alasan.
Necə görsənər? Qısaca belə Porsche 911. Dediyim kimi, yəni sözlərlə necə hiss elədiyimi ifadə edə bilmirəm. Rəng olaraq qara rəng çox ideal görsənir. Həqiqi deyirəm, insanı belə yüngülvarı ağlamaq tutur. Arxadan görünüşü çox gözəl görsənir. Arxadan görünüşü çox qəşəngdir. Bir dənə bunun şəklini də çəkim, storyaya qoyum. Nömrəmiz də yox, dələ ki, heç onu qoyaq videodan. Yəni, nə danışmaq olar qısaca? Mən bir maşın avtoblogeri deyiləm. Mənə şəxsən bu at gücü belə elə çox maraqlandırmır və yaxud deyə bilərdiniz ki, Rəşad, bu videonu çox belə ideal şəkildə sinematik çək. Mənim günün sonunda bu lazımdır ki, maşın mənim olsun. Dünyanın ən böyük sinematik hər şeyi də gətirsən bura, bütün belə deyim, kameramanları da gətirsən bura, heç nə mənim üçün məna kəsb eləmir. Mənim üçün məna kəsb edir ki, mən maşını aldım, mən bunu bacardım. Bir çox insan inanmırdı bəlkə də. Yəni, bəzən həqiqətən insan artıq ideal bir hissdir. Dediyim kimi, yəni hədəflərinizə, arzularınıza siz də çatacaqsınız, alınacaq, sizdə də bu alınacaq. Məndə alınıbsa, sizdə də alınacaq. Yəni, mənlə sizin heç bir fərqiniz yoxdur. Yəni, qısaca mən Estoniyaya gələndə bunu videosunu çəkib hazırlayacağımsa, yəni ən belə deyim, minimum şəraitlə gəlmişdim. Yəni 2 il əvvəl Honda Civic sürürdüm. Bu da belə motivasiya danışıq, amma həqiqətən reallıqdır. Yəni 2 il əvvəl mən Honda Civic sürürdüm. Dəyişə salaq. Yəni qısaca deyim ki, yəni Elnur da prosesi görür. Məsələn, 2 il əvvəl Elnura deyirdim ki, bir dənə CLS var idi, dizel CLS. Neçə idi? 18 min avro, 20 min avro idi. 20 min avroya ala bilmirdim yəni onu. Deyirdim ki, yəni çox bahadır, ala bilməyəcəm. Yəni fikirləşin ki, bu ondan bir hardasa, sizə deyim ki, bir 10 qata yaxın daha bahadır bu maşın, arxamda gördüyünüz maşın. Bilirəm, siz də deyirsiniz, Rəşad, necə olur bu? Olanda olur. İdeal görsənir, nömrəmiz də yox. Nömrəyə ehtiyac da yoxdur, belədir ki, mən nömrəsiz sürəcəm. Keçən dəfə Dodge Challenger'ı aldım, səhəri gün road trip elədik Barcelonaya. Yəni, inanın ki, o Dodge Challenger bir gün belə Estoniyada spesifik öz nömrəsi ilə sürülməmişdi. Yəni, çünki elə oldu ki, yəni İspaniyaya girdim, maşın lazım idi, aldım, birbaşa səhəri gün getdim. Yəni, indi də belə olacaq, belə ümid edirəm. Yox, hələ ki, Estoniyadayım, amma yəni İspaniyaya da getmək olar da, yəni durub gedəcək İspaniya. İspaniya çox gözəl yerdir. Bir də maşının drive modları da var. Deməli, Sport Plus. Sport Plus-a qoyanda biraz aşağı eləyim bunun. İndi hal-hazırda maşının hələ ki limitlərini sizə göstərməyəcəm, çünki bu dəqiqə saat 4-dür, işdən çıxış vaxtıdır, insanlar işdən qayıdır. Ona görə çoxlu maşın var. Həqiqi, yəni çox ideal görsənir, çox ideal. Möhtəşəm görsənir. Nömrəsiz çox daha qəşəng görsənir, hər maşın belədir.
Oturub biraz kompüterdə işlərim var, onları görəcəm. Ancaq elə bütün günü kompüterdə işlərim var. Həm də bu videoda sizə çox böyük bir xəbər verəcəm. Yəni illərdir ki, deyirəm ki, bəs onlayn bizneslə məşğulam, fərqli layihələrim var. 2 ilə yaxındır deyirəm sizə bunu və hər gün də üzərində işləyirdim. Qısaca bu videoda sizə hansı işlərlə məşğulam, nələr eləyirəm onu göstərəcəm ki, siz də istəsəniz özünüz tətbiq eləyə bilərsiniz. Sizə elə məlumatlar verəcəm ki, yəni elə yollar göstərəcəm ki, ideal olaraq hal-hazırda başlayıb siz də özünüz tətbiq eləyə biləcəksiniz. Yəni qısaca mənim üçün işləyirsə, sizin üçün də işləyəcək. Bundan əlavə mənim göstərəcəm hal-hazırda tələbələrim də var. Qısaca onlardan da danışacağam. Çox azdır, sayılıdır, çox sayılı bir tələbə və onlardan da danışacağam, onların progresi necə oldu. Amma hal-hazırda mən yeni bir YouTube kanalı açmışam. Aşağıda linki var. Girib bu YouTube kanalına da abunə ola bilərsiniz. Orada onlayn biznesdən videolar paylaşacağam. Öz gördüyüm işlərdən, uzun müddət keçdiyim yollardan sizə paylaşacağam. İndi bir dostum var, Miami'də yaşayır. İstəyirəm ona zəng eləyim, Yüngül var. Normalda istirdim axşam zəng eləyim, amma axşam olanda çox da yaxşı bir vaxt olmur. Deməli zəng eləyəyim. Çöldə göstərəcəm. Necədir Miami'də havalar? Hava normaldir. Biraz yağış yağmışdı, amma indi gün çıxır. Rain season'da ona görə. Deməli bugün təzə maşın almışam, dedim zəng eləyim, sənə də göstərim. Xeyirli olsun bro. Çox sağ ol. Nə fikirləşirsən, sən nə maşındır? BMW. Başqa nə fikirləşirsən? Maraqlı bir şey. Maraqlı Lambo olacaq, nə bilim, Aston Martin. Maraqlı bir maşındır, görüm. Motos falan olar. Ya, çox maraqlıdır, gözlə göstərim. Davay. Nice, that's sick bro. That's awesome. Nə rəngdədir o? Qara. Green or black? Yo, full qaradır. Qara 911. Çox qəşəngdir. Can sağlığına. Çox sağ ol. Dedim birinci sənə zəng elədim, dedim göstərim sənə. Biraz sağ çək. Çok içərisində alsın da, yəni sağlığına. Çox sağ ol. Bu hardan götürdün? Bunu Estoniyadan. Estoniyadan satırdılar. Nice. Gətirmisiniz də suyun yanına. Hə. Baba köpəklər. Dedim zəng eləyim sənə qısaca belə. Burada da köhnə Hard work pays off. I'm so hard proud of work you. pays off 100%. Burada da köhnə modeli var. Onlar yanmayan gol. Generational. Generational. Bunda şeyde engine arkadadır ya. Bunda engine arxadadır, hə, back engine. Çok sickti də bro. İdealdır. ESC yəni Estonia plate. Hə, Estonia license plate. Hə, Dodge-la eyni license plate-dədir. O birisinin neynədir? O biri hal-hazırda satışdadır. Qısaca. Okay. Görün bilmirəm indi Yüngülvarı ona da emosional bağlamışam. Belə işlər yaxşı yesin, o da yeyib özüm götürəcəm tezdən. Onu da sağ ol. O birisi Bakıya göndərmək olardı, amma o engindən sərf eləmir. Hə, o engindən sərf eləməz, amma bura üçün yaxşı idi. Bro, you're leveling up. Yəni çox attached olma. 1000 dənə olacaq o maşından səndə inşallah yəni. Leveling up slowly. Tabii bro, proud of you. Çox sağ ol. Keep pushing. İnşallah vaxtınca olsa biraz enjoy elə maşına oturub bir dənə call eləyim. Söhbətləri brainstorm eləyək, yaxşımı? 100%. Qısaca özünə yaxşı bax. Öpürəm səni, müayət ol. Görüşərik. Qısaca Miami ilə Yüngülvarı call eləyəndən sonra Miami istədiyim həqiqətən gözəl bir şəhərdir. Əsasda əgər onlayn bizneslə məşğulsunuzsa görmüsünüz qaqaşları. Otururlar, yəni hoppanan Maybachda, jumping Maybach. Biz də istəyirik olsun, harda da hoppanan Maybach Estoniyada, amma Amerikada məsələn görürsünüz onlayn biznesdə adamlar da gedir, ilk maşını nədir? M4 alır bir dənə özünə, M3 alır. Yəni inanın ki Amerikada o asandır. Çətini bunu Estoniyada almaqdır. Estoniya elə bilin ki ən çətin serverdir bunu almaq üçün. Mən inanmıram ki Estoniyada yəni sırf onlayn biznesdən qazandığı pulla belə maşın alan insan olsun. Mən şəxsən inanmıram. Olsa da, yəni sırf belə deyim ki, nadir insanlar olar, çox az insan olar. Belə. İndi gedək biraz maşınla Yüngülvarı test eləyək. Çünki o qədər də limitlərinə çatmamışam. Limit deyəndə ki, gedək biraz maşınla, gedək indi biraz maşını sürək o yan bu yana. Yəni kofe içmək olar yenə də elə bir. Qara bir kofe. Yüngülvarı, Circle K-yə gedək. Bir dənə kofe içək. Ona kimi də gedək. So.